Adım Fəxri Abbasov. 2006-cı ildə akademiyaya daxil olmuşam. Bakalavr Rəngkarlıq fakültəsi. 2010-da da bitirmişəm. Sonra bir il fasilədən sonra 2011-13-də magistraturu bitirmişəm. Eyni akademiyada. 2017-ci ildən də orada işləyirəm. Yaradıcılığınızın ilkin dövrlərində ekspresionizmin daha çox özünü büruzə verməsi nədən irəli gəlir? Yaradıcılığımın ilkin dövrü deməzdim. Müəyyən bir dövrü deyərdim. O da hardasa 2014, 15, 13-15 vaxtlar ola bilər. O vaxt mənim belə bir konsepsiyam var idi. Şaman. Şaman adlı bir konsepsiyam var idi. Daha doğrusu o hardan başladı? Şeytanın üz ifadələri mənə çox maraqlı idi ki, insanlar yaxşı iş görəndə şeytanın üz ifadələri nə günə düşür? Hansı eybəcər hala düşür? Çünki şeytan istəməz insanlar yaxşı iş görsünlər. Həmişə onları vəsvəsə ilə pis yola yönləndirirdi. Və başladım A3 formatında qrafikalar eləməyə. Sadəcə portret, şeytan. Yəni bu təbii ki, mən bir şeytanı görmürük, amma rəssam olaraq bir təxəyyülümüzdə bir obrazlar canlanırdı. Mən başladım bir 50-yə yaxın qrafika elədim. Sonra onlar keçdi böyük kətanlarda kompozisiya formasına. Oradan yarandı məndə o ekspressiya. Yəni oradakı çılğınlığımı deyim, rənglərin uyumumu deyim. Oradan başladı və davam elədi və o məni apardı yavaş-yavaş başqa bir kompozisiyalara. Hardasa il yarım işləyəndən sonra 2015-də onun sərgisini elədim. Şaman adlı sərgi. Yəni o kompozisiyalara bir şaman adlı bir konsepsiya daxilində sərgimi elədim. Və onunla da bitirdim o konsepsiyanı. Doydum daha doğrusu ondan. Konsepsiyalarınızın təməlində hansı müşahidə ideya dayanır? Mən hər şeyi təbiətdən götürürəm, dünyadan götürürəm, hər şeyi. Ya heç bir bütün hadisələr də bu dünyada baş verir deyə mənim bütün kompozisiyalarıma təsir edən mövzularmı deyim, koloritmi deyim, ekspressiyamı deyim, hamısı dünyadan götürülmüş, həyatımdan götürülmüş, ətrafımdan götürülmüş detallardır. Yəni ekspressiya mənə görə burdan gəlir. Yəni biz əsəbi də oluruq, sevinirik də, hər bir halda insan hissləridir. Konkret götürəndə insan hisslərindən. Müasir dövrümüzdə ekspresionizmin aktual tərəfləri varmıdır? Mən düşünməzdim ki, bu dəqiqə ekspressiya aktualdır. Mən onu düşünməzdim. Hər hansısa bir əyri-üyrü bir şey çəkmək bu ekspressiya demək deyil və aktual deyil mənə elə gəlir. Müəyyən bir rəssamlar var ki, hə, bu yolda işləyirlər və çox gözəl də işlər yaranır. Yəni müasir rəngkarlıq deməzdim ki, zəifdir, güclüdür. Bir çox ölkələrdən güclü və hətta dünya səviyyəsində işlərimiz var. Bunu dünyaya çıxmaq çətindir. Sevdiyiniz və yaxud da ilham aldığınız hər hansı bir rəssam mövcuddurmu? Səttar Bəhluzadəni sevirəm, yəni əsərlərini, daha çox onda ürəyimi deyim, yanğımı deyim, sevgimi deyim təbiətə qarşı. Yəni onun əsərlərini mən həvəslən düşəndə əgər mən Səttar Bəhluzadənin hansı bir əsəri qabağıma çıxırsa, mən həvəslənib oturub işləyirəm. Amma 2013-14-cü ildən bu yana Rasim Babayevi çox sevirəm. Rasim Babayev, nə bilim, sözlə ifadə etmək olmaz o rəssamı. Çox baxdığım, o dövrlərdə çox baxdığım rəssamdır. Yəni mən müasir incəsənət muzeyində onun çox işi var məsəl üçün. Hər dəfə gedirəm, baxıram, məsələn deyirəm ki, bunu 21-ci əsrdə bizim dövrümüzdə işlənilsəydi, yenə də deyərdim ki, hə, çox yerdən ilham alınıb internetin olduğu vaxtda, dövrdə bunu o dövrdə işləmək ürək tələb edirdi, mənə elə gəlir. O dövr üçün partlayışdır məncə. Yəni kataloqlar həmişə mənim emalatxanamda olub. Başladım dərviş obrazı. Mənə görə dərviş daha azaddır, yəni insanların içində daha çox vecsiz gəzənmi deyim, ya tərki dünyamı deyim, belə gəzirlər də olar. Geyim fərqli, hərəkətlər fərqli, musiqi fərqli. O mövzu mənim başladı maraqlandırmağa və başladım ondan sonrakı dövr başladı məndə dərviş obrazı. Və ondan sonra indiyənə qədər o period gətirdi başqa bir şeylərə. Və mənə bir də o dərvişin ritmi maraqlı idi. Bilmirəm, mən dərvişi görəndə biz Nəsimi filmindənmi görmüşük, oradanmı bəhrələnmişik, şuuraltımı deyim, deyə bilmərəm. Amma orada bir
qaval ritmi elə bir sanki mənə elə gəlir ki, orada olmalıdır. Bəlkə də o olmasaydı başqa bir şey gələrdi. Amma nəsə şuuraltı o mənim beynimdə qalmışdı. Mən dərvişləri daha çox qavalla təsvir eləyirdim. Qaval, 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 nə qədər qavalla eləyəndən sonra, yəni bu mən ya illərmi deyim, aylarmı deyim, bu özü aparır. Mən onu düşünərəkdən eləmirdim. Bu qaval məndə yavaş-yavaş günəşə çevrildi. Yəni bir komposisiyamda qaval eləyirdimsə, ikinci komposisiyamda o dairə eləmək istədiyimi günəşə çevirirdim. Gün batımımı mənə maraqlı idimi, ya gün doğuşumumu, tənhalıqmı, səssizliyimi, təbiətlə ünsiyyətimi deyim, deyə bilmərəm. O qaval məndə yavaş-yavaş günəşə çevrildi. Və 1-2 il mən işlərimdə o dairəni, qavalın yerini, bəlkə də həm qavalla kompozisiya uyğun günəşdə salırdım. Düşünmədən amma, heç düşünmədən. Sonra o günəş get-gedə niyə də ay olmasın deyə məndə bir suallar yarandı. Yavaş-yavaş o dairəni bəlkə də günəş obrazı çəkmişəm amma, niyəsə məsələn ilk baxanda mən onu nədənsə aya oxşatdım və yaxud da bəlkə də isti iş tonlarında günəş vermişəmsə, soyuq iş tonlarında o dairə soyuq olub deyə mən onu ay kimi təsəvvür elədim. Günəş yavaş-yavaş keçdi aya və son dönəmdə, əsasən də son il yarımda mən ayla bağlı çox kompozisiya eləmişəm. Bilmirəm bu tənhalıq gecə iləmi bağlıdır, ya nə ilə bağlıdır onu deyə bilmərəm. Sadəcə içimdən gəlirdi. Və başladım hər bir işimdə ayı bir uzaqdan nöqtə kimi qoymağa. Sonra onlar yavaş-yavaş aylar böyüdü, kiçildi, hilal halına düşdü. Yəni ayın müxtəlif bir formasında kompozisiyalar eləmişəm. İlham sizin üçün planlı bir prosesdir, yoxsa daha çox qəfil gələn bir haldır? İlhamın sizə gəlməsi hansı anlarda baş verir və onu nə tətikləyir? Emalatxanaya gedəndə deyirsən ki, gedib bu mövzunu işləyəcəm. Məsəl üçün, gəlirsən eskiz verirsən, rəng alayını düşünürsən, ya rəng eskiz eləyirsən, yatanda qurub işləyirsən. Belə də olur, amma mən çox vaxtı formanı, rəngi pamuk kətanın üzərində axtarıram. Koloritlərləmi, bilmirəm nə işləyir. Rənglərimi vururam, bəzən alınır, bəzən alınmır. Bəzən çünki mənim emosiyam, mənim hisslərim bu gün məsəl üçün deyirəm, sarı rənglərdə deyil. Mən heç cür məsəl üçün deyirəm, sarı götürüb bir koloritdə işləyəməm. Əgər mən bunun kefim yoxdursa, təbii ki, mənim bu əsərlərimə də, rənglərimə, koloritimə də təsir eləməlidir. Ona görə mən daha çox kətanda öz kefimə görə, əhval-ruhiyyəmə görə rənglər atıb, oradan çıxan tonlarmı deyim, ləkələrmi deyim, oradan axtarıram kompozisiyamı. Belə işləyəndə mənim düşündüyüm yox, düşünmədiklərim də ortaya çıxır. Bir var ki, mənim bir düşüncə şeyim var, limitim var da, ora qədər düşünə bilirəm. Hər bir insanda var elə. O çərçivədə bir şeyləri axtaracam, ton axtaracam, rəng axtaracam, forma axtaracam, işləyəcəm, bitəcək. Amma mən istəmirəm axı tək mənim limitimlə bitsin bu. Amma təsadüfən elə bir şeylər çıxır ki, mən heç onu düşünməmişdim. Mən bəzən eskizlə də işləmişəm, amma əsərim həmişə eskizlə fərqli çıxır. Başladım insanları hər hansı bir insanın yaratdığı bir şeylərlə yox, detallarla yox, dünyavimi deyim, səmavimi deyim, tək səmavi da deyə bilmərəm, çünki dövrlərdə əsərlərimdə ağac mövzusu məni çox maraqlandırdı. Ağac mövzusu da əslində daha çox əvvəldən maraqlandırdı məni. Təxminən 2008-2009-cu illərdə mən ilk çəkdiyim ağac obrazı olub. Böyük və daha çox kvadrata yaxın ağaclar. Bu seriya hamısı olardı. Və bunlar böyük, tək və böyük ağac. Əslində mənim fikrimdə bu ağac əslində ağac deyil. Hər bir ağac bir insandır. Yəni insan obrazı kimi götürmüşəm.